Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilir. Məlumata görə bu Prezident İlham Əliyevin dəstəklədiyi əmək məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq 2 hissəyə bölünərək avans olaraq və qalan hissəsi məbləğində 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda 2 dəfə verilməlidir. Əmək haqqı illik dövrü üçün hesablanan işlərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Qanuna əsasən əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əmək haqqı 2 hissəyə bölünərək avans olaraq və qalan hissəsi məbləğində 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda 2 dəfə verilə biləcək.